Salam dostlarımız, deməli ustalar üçün və yaxud da ki ev sahibləri üçün əlavə xərcləri çıxmaması üçün mən sizə müəyyən detallar var, onları izahını eləyim. Deməli bax, alçıpan vurulubdur. Bu patolog hissəsidir. Bu elə bir ki aşağı düşən hissəsidir. Alçıpanın da ağız hissəsini belə bu qəddə saxlayırsınız. Ondan sonra ön hissəsinə belə alçıpan vurulmalıdır və bu hissəsinə də paduqa vurulsun. Deməli nə? Bunu vurmursunuz, bunu kənara atırsınız. Və bu qədər propili atırsınız kənara və bu qədər şurup vurulmalıysa bunları da vurmursunuz. Bir dənə mənim düzəltdiyim bu yeniliyi, bu lepkanı vurursunuz, sizin bütün işlərinizi tamamlayır. Deməli, bu hissəsinə lazım olsa xətt də sala bilərəm, qəşəng rüsumkalı olsun deyə və bu hissəsinə də işıq qoyulur, super halda. Burada köşədir və yaxud da U propilləridir. Bunlar plan qədər pul eləyirsə, onları vurma ehtiyac yoxdur. Bir dənə mənim bu lepkam sizin bu işlərinizin hər birini tamamlayır. Bu alt hissəsidir belə. Bu da bu qaydada gördüyünüz kimi indi alçıpan belə uzun olmalıdır. Bu patolog sayılır. Burada gizli işıq qoyulur qardaşım. Ön hissəsi də bax beləsini alınır. Əgər istəsəz bura xətt sala bilərəm. Belə. Sağ olun, təşəkkür edirəm. Ardı var. Sağ olasınız.